tarixi kökləri olan Macarıstan-Naxçıvan münasibətləri son illər həyata keçirilən qarşılıqlı rəsmi səfərlərlə daha da inkişaf edirilib. Naxçıvan Muxtar Respublikası və Macarıstan Muxtar Respublikası hökumətləri arasında imzalanmış Azərbaycan Respublikasının Naxçıvan və Gürcüstan Respublikasının Batumi şəhərləri arasında qardaşlıq və əməkdaşlığa dair memoranduma əsasən digər sahələr kimi nəqliyyat və yük daşınması sahəsində də əlaqələr genişlənib. Hazırda ticarət, iqtisadi, səhiyyə və təhsil sahəsində əlaqələrimiz əməkdaşlığımızın böyük potensiala malik olduğunu göstərir. İnkişaf edən əlaqələrin nəticəsi olaraq Muxtar Respublikanın sahibkarlıq subyektləri Macarıstan Muxtar Respublikasının iqtisadiyyatına birbaşa investisiya qoyuluşunda iştirak edirlər. Elm və təhsil müəssisələrimiz arasındakı əlaqələr də böyük potensiala malikdir. Belə ki, Batumi Dövlət Universiteti və Naxçıvan Dövlət Universiteti arasında imzalanmış memoranduma əsasən qarşılıqlı tələbə və elmi informasiya mübadiləsi həyata keçirilir. Fevralın 20-sindən fəaliyyətə başlayan Naxçıvan-Batumi-Naxçıvan avtobus marşrutu da bu əlaqələrin inkişafının daha bir göstəricisidir. Memoranduma əsasən Naxçıvan Muxtar Respublikası və Macarıstan Muxtar Respublikası arasında əhalinin gediş-gəlişinin sadələşdirilməsi üçün müqavilə imzalanıb. Artıq fevralın 20-sində Naxçıvan şəhərindən ilk sərnişin avtobusu Gürcüstanın Macarıstan Muxtar Respublikasının paytaxtı Batumi şəhərinə yollandı. Səyahət zamanı yol boyu Türkiyənin şəhərlərinin gözəl təbiət mənzərələrini də seyr etmək imkanı əldə edə bildik. Bu şəhərlərin gözəlliklərini seyr edə-edə Batumi şəhərinə çatırıq. Batumi şəhərində avtobusun ilk sərnişinlərini Macarıstan Muxtar Respublikası Ali Sovetinin nümayəndəsi İrakli Berin, Azərbaycan Respublikasının Batumi şəhərindəki baş konsulu Rəşad İsmailov və Batumi şəhərində fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin nümayəndələri qarşıladılar. Sərnişinlərə ilk səfər münasibəti ilə Batumi Turizm Departamentinin nümayəndələri tərəfindən hədiyyələr təqdim olundu. Macarıstan Muxtar Respublikası Ali Sovetinin nümayəndəsi İrakli Berin sərnişinlərlə söhbət zamanı bildirdi ki, yeni avtobus marşrutu xəttinin istifadəyə verilməsi hər iki Muxtar Respublika arasında müxtəlif sahələr üzrə əlaqələrin, o cümlədən hər iki regionda turizmin inkişafına da öz töhfəsini verəcək. Azərbaycan Respublikasının Batumi şəhərindəki baş konsulu Rəşad İsmailov isə televiziyamıza müsahibəsində bizimlə hər iki istiqamət üzrə hərəkət edən sərnişin avtobuslarının əhəmiyyəti ilə bağlı təəssüratlarını bölüşdü. Bu layihə Macarıstan Muxtar Respublikası ilə Naxçıvan Muxtar Respublikası arasında turizm əlaqələrinin inkişafına öz töhfəsini verəcək. Bu ilk layihə hesabına qarşılıqlı gediş-gəlişlər hər iki Muxtar Respublikanın bir-birinə yaxından tanımağına imkan yaradacaq. Hər iki Muxtar Respublikanın əhalisi çox qonaqpərvərdir. İnanıram ki, bu layihə öz səmərəsini verəcək.
მინდორში ბალახ ბულახში ამოსული ყოიაო ამაღამ შენთან მოვდივარ გარი და სტოდღიაო ამაღამ შენთან modivar garida stovegiao dali duri dali duri dali darale dali duri dali duri dali darale Batumi şəhərində olduğumuz müddətdə burada əhalinin yeni fəaliyyətə başlayan Naxçıvan-Batumi və əks istiqamətdə avtobus marşrutuna olan münasibətini də öyrəndik. Mən çoxdandır ki, bu xəbəri gözləyirdim. Çünki Naxçıvan haqqında mən çox eşitmişəm və oranı çox görmək istəyirəm. Eşitdiyimə görə Naxçıvanın qədim tarixi abidələri var. Eyni zamanda da müasirdir. Avtobus marşrutunun açılmağı mənim oranı görməyim üçün gözlədiyim imkanı yaratdı. Bu marşrutu təşkil edənlərə öz təşəkkürümü bildirirəm ki, belə bir şərait yaradıblar. Hər iki şəhərin əhalisi bir-birini daha yaxından tanımaq imkanı əldə edəcək. Əlbəttə ki, bu reysin açılması biz və Naxçıvanlılar üçün böyük əhəmiyyətə malikdir. Arzu edənlər Naxçıvana gedib istirahət edə bilərlər. Həmçinin Naxçıvanlılar bura gəlib dəniz kənarında yaxşı istirahət edə bilərlər. Batumi şəhərində həmvətənlərimiz də az yaşamır. Onlardan biri Can Polad Mamedov belə bir tədbirin həyata keçirilməsini yüksək qiymətləndirdi, sevincini bizimlə bölüşdü. Мы рады, что открылся рейс. Bu marşrutun açılmasına görə çox şadıq. Bu bir növ dostluq körpüsüdür. Biz də çox istəyirik ki, tez-tez Naxçıvana gedək. Bunun üçün əlbəttə ki, yaxşı imkan yaranıb. Əminəm ki, qarşılıqlı səfərlər hər birimizdə yaxşı təəssüratlar yaradacaq. Qaradəniz sahilində yerləşən liman şəhər Batumi Gürcüstanın turizm mərkəzlərindən biridir. Hər il xarici ölkələrdən bu gözəl şəhərə minlərlə turist istirahətə gəlir. Təbiəti, tarixi abidələri və müasir tikililəri Batuminin əsas gözəllikləri sırasındadır. Batumi son illər daha da inkişaf etmişdir. Bunu turistlərin hər il daha da artmasında, yeni parkların, müasir binaların tikintisində də görmək mümkündür. Şəhərin əhalisi 122.500 nəfərdir. Turizm mərkəzi olan Batuminin əhalisi yay aylarında turistlərin və Gürcüstanın digər bölgələrindən gələnlərin hesabına 400.000 nəfərə qədər arta bilir. Batumi, Cənubi Qafqaz dəmir yolunun və Bakı neft boru xəttinin qurtardığı əhəmiyyətli liman və ticarət mərkəzidir. Şəhər subtropik iqlimə malikdir. Ona görə də burada əsasən sitrus meyvələri və çay yetişdirilir. Bu liman şəhər neft ayırma zavodu və gəmi qayırma sənayesi ilə də tanınır. Şəhərin adına gəldikdə isə Batumi sözü bu ərazidə yerləşən qədim Yunan koloniyası Batisin adı ilə bağlıdır. Batis sözü dərin, Batis limen isə dərin liman deməkdir. Şəhər orta əsrlərə qədər Gürcü knyazlıqlarının idarəsində olmuşdur. Qədimdə bir çox ölkələr bu gözəl şəhəri öz tabeçiliklərinə salmaq istəyiblər. Belə ki, antik dövrdə İranın suverenliyi altında olan şəhər əvvəl Pont krallığının, daha sonra isə Romalıların əlinə keçmişdi. Orta əsrlərdə Gürcü knyazlarının hakimiyyəti altına düşən şəhər 13-cü əsrdə Monqol işğalına uğramışdı. Batumi 1564-cü ildə Sultan Süleyman Qanuninin dövründə Osmanlılar tərəfindən ələ keçirilmişdi. 1877-1878-ci illər Türk-Rus müharibəsi nəticəsində imzalanmış San Stefano və Berlin müqavilələri ilə şəhər Rusiyanın əlinə keçdi. Birinci Dünya müharibəsindən sonra Rusiyanın bölgədən çəkilməsi ilə şəhər Brest-Litovsk müqaviləsinə uyğun olaraq Osmanlı dövlətinə geri qaytarıldı. Mudros sülh müqaviləsinin şərtlərinə əsasən isə əvvəl ingilislərə, sonra isə Gürcülərə verildi. Bir faktı da qeyd edək ki, Naxçıvan və Macarıstan Muxtar Respublikalarını həm də oxşar tarixi talelər birləşdirir. Hər iki muxtar qurum 1921-ci ildə imzalanan beynəlxalq Moskva və Qars müqavilələri ilə təşkil olunub. Batumi hazırda Gürcüstanın əsas liman şəhəridir. Batumi limanı neft məhsulları daşıyan 80.000 tonluq tankerləri qəbul etmək gücünə malikdir. Bu neft əsasən Azərbaycan, Qazaxıstan və Türkmənistandan gəlir. Əlavə olaraq şəhər regional kənd təsərrüfatı məhsulları da ixrac edir.
Son illər Batumi şəhəri turizmin inkişafı sayəsində sosial-iqtisadi inkişafında yüksək nailiyyətlər qazanıb. Buna bariz nümunə olaraq qeyd etmək olar ki, burada köhnə tikililərin yenidən qurulması, restavrasiya olunması ilə yanaşı yüksək, çoxmərtəbəli binaların tikintisi də geniş vüsət alıb. Batuminin əsas inkişafı Gürcüstanın müstəqillik əldə etməsindən sonra başlayıb. Belə ki, şəhərdə yük daşımadan və turizmdən əldə olunan gəlirlərin hesabına qısa müddətdə müasir üslubda göydələnlər inşa olunub. Şəhərdə yay aylarında turistlərin çox olması burada yeni otellərin tikintisi zərurətini ortaya çıxarmışdı. Ona görə də Batumidə yeni və müasir üslubda çoxmərtəbəli otellərin tikintisi geniş vüsət alıb. Burada bir-birinin ardınca müasir otellər istifadəyə verilib. Nəhəng otellərlə yanaşı Batumidə hər kəsin büdcəsinə uyğun kiçik otellər də yaradılıb. Şəhərdə ümumi otellərin sayı isə hazırda 220-dən çoxdur. Batumi infrastrukturu baxımından özünün yeni inkişaf mərhələsini yaşayır. Avropa şəhərlərinin əksəriyyətində olduğu kimi burada da velosiped sürücüləri üçün xüsusi yollar ayrılır. Belə narıncı rənglə boyanmış yolları həm şəhərin küçə və məhəllələrində, həm də sahil boyunca görmək mümkündür. Turizm mərkəzi olan şəhər botanika bağları və tropik bitkilər baxımından da zəngindir. Şəhərin görməli yerləri arasında Medea heykəlinin ucaldıldığı Avropa meydanı turistlərin marağına səbəb olan əsas meydanlardandır. Bura ona görə Avropa meydanı adlandırılır ki, meydanda inşa edilən tikililər Avropa memarlıq üslubundadır. Şəhərin digər görməli yerləri sırasında Qara dəniz sahilindəki Batumi Dövlət Parkı, Delfinariya və sirk sayıla bilər. Batumiyə yolu düşən insanların əsl istirahət yerlərindən biri də Qara dənizin sahilləridir. Burada yerli sakinlərlə söhbət zamanı məlum oldu ki, turistlər əsasən aprel-may aylarından sonra, yəni isti vaxtı daha çox gəlirlər. Səhər saatlarında dəniz kənarında özlərinin sevimli məşğuliyyətlərinə başı qarışmış balıq həvəskarlarını gördük. Sahil boyunca rast gəldiyimiz bu həvəskarlar həm istirahət edir, həm də təmiz dəniz havası qəbul edirlər. Batumi Gürcüstanın Qara dəniz sahilində yerləşən liman şəhəridir. Həftənin bazar günüdür. Gördüyünüz kimi həvəskar balıqçılar asudə vaxtlarını səmərəli keçirmək üçün Qara dənizin sahilində balıq ovu ilə məşğul olurlar. Deyilənə görə günün irəliyən vaxtlarında burada balıq ovu ilə məşğul olanların sayı daha da çox olacaq. Burada həvəskar balıqçılardan olan Vaxtank Beridzeyə yaxınlaşıb salamlaşırıq. Söhbət zamanı məlum oldu ki, Vaxtank Beridze müəllim işləyir. O, hər şənbə və bazar günləri istirahətini mənalı keçirmək üçün bura gəldiyini söylüyor. Səhərdən indiyə qədər nə qədər balıq tutduğunu soruşduq. O isə hələ ki 2, lakin birazdan daha çox balıq tutacağını bildirdi. Deyir ki, əslində tutduğu bu balıqları bazardan da ala bilər. Ancaq balıq tutmaq onun sevimli məşğuliyyəti olduğundan o bu zövqü yaşamaq istəyir. Biraz söhbət etdikdən sonra ondan Naxçıvanı tanıyıb tanımadığını soruşduq. Əlbəttə tanıyıram dedi. Görkəmli dövlət xadimi Heydər Əliyevin Naxçıvanda doğulduğunu, Azərbaycan və Gürcüstan əlaqələrinin inkişafında gördüyü işləri xatırladır. Ona hər iki Muxtar Respublikanın paytaxt şəhərləri arasında yeni avtobus marşrutunun fəaliyyətə başladığını xəbər verəndə o bu xəbərə sevindi. İmkan olan kimi Naxçıvana gələcəyini bildirdi.
Batumiyə gələnlər bu şəhərin tarixini, adət-ənənəsini özündə əks etdirən rəsm və digər əşyaları küçə və dükanlarda ucuz qiymətə əldə edə bilərlər. Batumidə sırayla düzülmüş hədiyyələr mağazaları həqiqətən də göz oxşuyur. Hədiyyələrin böyük əksəriyyəti özündə gürcü məişətini, dəyərlərini əks etdirir. Biz də çəkiliş qrupumuzla hədiyyə dükanlarından birinə daxil olub satıcı ilə söhbət edirik. Satıcı hədiyyələrin ən çox yayda turistlərin gəlişi zamanı satıldığını bildirdi. Eyni zamanda bizə hədiyyələr haqqında da məlumat verdi. Dünyanın müxtəlif ölkələrindən olduğu kimi Azərbaycandan da bizim mağazamıza gələnlər olub. Onlar əsasən burada içində şərab olan boynuz suvenirləri və müxtəlif rəsm əsərləri alırlar. O cümlədən müxtəlif ölçüdə Gürcüstanı tərənnüm edən əşyaları. Burada isə müxtəlif ölçülü şüşə qablarda çaça arağı var. Eyni zamanda regiona məxsus geyimlərin əks olduğu içkilər də turistlərin marağına səbəb olur. Hədiyyələr dükanındakı söhbətimizdən sonra Batuminin mərkəzi küçələrinin birində açıq havada hədiyyələr satan digər bir satıcı ilə qarşılaşırıq. Ondan da satdığı əşyalar haqqında məlumat aldıq. Burada qolbağlar, çantalar və digər əşyalar xüsusi ağaclardan hazırlanır. Hörmətli tamaşaçılar, gördüyünüz kimi burada Gürcüstana məxsus olan suvenirlər, Gürcüstanı yəni simvolizə edən suvenirlər qoyulubdur. Burada məsələn bu gördüyünüz papaq oyun yolundandır, müxtəlif ölçülərdə vardır. 6 lari. 6 laridən satılır burada. Bunlar da Gürcülərə məxsus bəzəklərdir, kokos ağacından düzəldilibdir. Gürcülərin məhəbbət şəhəri adlandırdıqları Batumidə sevgini simvolizə edən bir çox heykəl və abidələrə də rast gəlmək mümkündür. Bunlardan biri də dəniz sahilində tikilən Əli və Nino abidəsidir. Abidənin müəllifi Tamar Kvetsitadze Azərbaycanlı yazıçısı Qurban Səidin Əli və Nino romanından ilham alaraq bu əsəri yaradır. Abidə hərəkət edən iki insan heykəlindən ibarətdir. Müəllif bu əsəri yaradarkən Azərbaycanlı gənclə Gürcü qızının sevgisinə abidə ucaltmaq istədiyini bildirib. Bir-birindən aralı metal konstruksiyalı kişi və qadın heykəli hər gün səhər saatlarında hərəkətə başlayır və spiralvari quruluşları sayəsində hər 8-10 dəqiqədən bir qovuşur. Qeyd etmək lazımdır ki, Gürcüstanla Azərbaycanı tarixi əlaqələr birləşdirir. Tarixən ulu babalarımız qonşuluq və qardaşlıq şəraitində yaşayıblar. Qədim bir Gürcü məsəlində deyilir ki, Tataric şeni dızma, yəni Azərbaycanlı sənin qardaşındır. Eyni zamanda Azərbaycan xalqına mənsub Koroğlu dastanındakı Gürcü oğlu obrazı xalqlarımızın qədim dostluğunun təcəssümüdür. Bəşəri dəyərləri özündə birləşdirən Əli və Nino əsəri də Gürcü-Azərbaycanlı dostluğuna daha bir nümunədir. Batumidə Azərbaycanla bağlı digər maraqlı məqam isə dəniz sahili ilə uzanan yolun Baku Street adlandırılmasıdır. Eyni zamanda Batumidə Naxçıvanda olduğu kimi yazıçı və şairlərə hörmət olaraq o cümlədən onların adlarının əbədiləşdirilməsi üçün heykəllər də inşa edilib. Şair və yazıçılardan söhbət düşmüşkən onu da deyək ki, xalqlarımız arasındakı mənəvi yaxınlıq, bədii yaradıcılığa da təsir göstərmiş Gürcü şairi Sabanidze milli qəhrəmanımız Babəkin azadlıq uğrunda mübarizəsini tərənnüm etmişdi. Nizami Gəncəvi Gürcüstanın barlı bərəkətli torpağını, cəsur oğullarını vəsf etmiş, Şota Rustavelli Pələng dərili cəngavər əsərində mədəniyyət və ticarət mərkəzi kimi Naxçıvandakı Gilan şəhərini göstərmişdir. Naxçıvanlı maarifçi Məhəmməd Ağa Şahtaxtlı Tbilisidə Şərqi Rus qəzetini, böyük ədib Cəlil Məmmədquluzadə isə məşhur Molla Nəsrəddin jurnalını nəşr etdirərək buradan bütün şərqə yaymışdı. Azərbaycan realist rəssamlığının banisi Bəhruz Kəngərli Tbilisi rəssamlıq məktəbində yetişərək formalaşmışdı. Göründüyü kimi, Azərbaycan-Gürcüstan əlaqələri böyük tarixi köklərə malikdir. Müasir şəraitdə isə bu köklər daha da dərinləşmiş, dostluğumuz və qardaşlığımız strateji xarakter almışdır. Eyni zamanda bu şəhərdə zamanın dəyərini qiymətləndirmək üçün Batuminin mərkəzində bir neçə yerdə saat qüllələri də ucaldılıb.
Ümumiyyətlə Batumidə kiminlə həmsöhbət olduqsa, Azərbaycanlı olduğumuzu və Naxçıvandan gəldiyimizi biləndə bizi böyük həvəslə və sevinclə qarşıladılar. Onlar Acarıstan kütləvi informasiya vasitələrində işıqlandırılan, Acarıstandan Naxçıvana gəlib müalicə alan uşaqlar haqqında da ağız dolusu danışdılar. Onu da bildirdilər ki, həmin uşaqları Naxçıvanda yaxşı qarşılayıblar, onlar pulsuz müalicə olunublar. Naxçıvanlılar böyük qonaqpərvərlik nümunəsi göstəriblər. Batumi əhalisi Naxçıvanlıları xeyirxah insanlar kimi tanıyırlar. Naxçıvanın bu imici, qədim tarixi, müasir turizm infrastrukturu qısa müddətdə Batumidən bura gələnlərin sayının artacağına əminlik yaradır. საწაგიყვანო ქალაო რომელი მხარეს ჯობია აბასთუმანი ბახმარო თბილისი ყველას ჯობია აბასთუმანი Bax belə hörmətli tamaşaçılar, bir neçə saatdan sonra biz Batumi səfərimizi başa vurub Naxçıvana doğru yola düşəcəyik. Ümidvarıq ki, Batumi şəhəri haqqında, onun gözəllikləri haqqında az-azıq da olsa sizə məlumat verə bildik. Yaxşı olar ki, siz özünüz gəlib Batuminin təbiətini, tarixini, müasir memarlıq üslubu ilə tikilən gözəl binalarını öz gözlərinizlə görəsiniz. Sağ olun, salamat qalın.